İmam Musa Kazım əleyhissalam imamların içində 35 il zalim hakimlərlə eyni zamanda olan imamdır, ən çox əziyyət çəkəndir. Hədis nəql eləyənlər deyə bilmirlər İmam Musa Kazım əleyhissalam belə buyurdu. Adını çəkə bilmirlər. Deyirlər Əbdus Salih belə dedi. Hədislərdə keçir Əbdus Salih belə dedi. Onun xüsusiyyətləri ilə işarə eləyirdilər ki, tanısınlar. Belə bir şəraitdə imam neyniyir? 300 dənə tələbə yetişdirir. Məhəmməd ibn Əbi Umeyrdir. O Küfədə şiyələrin hamısını tanıyırdılar. O Umeyri də tutdular. O qədər döydülər, şiyələrin adlarını versin. Deyir, o qədər qamçıladılar ki, bədəninin dərisi əti ilə qarışmışdı. O qədər döydülər onu. Qamçıladılar ki, bu neynəsin? Bu disin. Onun tələbə yoldaşı eyni zindandadır bundan, başqa hücrədədir. Oradan çağırırdı Abdullah, qiyaməti yadına sal. Deyir, onun o sözünün müqabilində, onun o sözü ilə deyir, dözürdüm o əziyyətlərə. Belə tələbələr yetişdirdi imam.